Deməli dostlar, bax bu yerdə mənim maşın batıbdı. Batıb qalıbdı. İndi lapatka ilə zatla gedirik, amma lapatkalıq deyil söhbət. O yan aşağıda da bir dənə Niva batıbdı. Bax görürsünüz. Buralar başqa, başqa. Kim necə istəyir, hansı formada istəyir danışsın. Buradakı vəziyyətdən başqadır. Deməli dostlar, bax bura Qaval kəndinin giriş hissəsidir. Bax bir maşın aşağıda batıbdı burada, bax bir maşın burada batıbdı. Bir də mənim maşınım burada batıbdı. Ne olar bura bir dənə bu kəndə yaşayış var da, bu kənddə yaşayan insanlar var yəni bu kənddə. Ne olar ki bir dənə bura maşın versinlər bu dövlət tərəfindən, bir dənə bura maşın verilsin ki marşrut kimi bu burada yaşayan insanlar gəlib buralarda batmasın. Məsəl üçün dünənlərin mən gətirirdim, produkt gətirirdim kəndə. Marşrut gəlmir kəndə, gəlmir, heç gəlmir. Məcbur bizim kimi insanlar bu kəndə produkt gətiririk. Böyle pis ya, dereye gelen giden yoktur böyle. Bir tane maşın veripler, o bir kentte de o bir maşında. O da budur, gelmiyor. Kış kar yağdı, bura gelmiyor. 2 haftada, bir haftada bir gelir. Abi başka, burada bir hasta olsa, bir şey olsa burada bastırma düşür. Deyirəm Zavradaş, bax indi. Bax bir maşın orada, bir maşın orada, bir dənə maşın olsa kənddə gəlib dartıb çıxardardı. Ondan da əlavə kənddə yaşayan insanlar var o boyda. Ben insanlar var, abi deyirəm da, abi da xəstən tanıdı, niye gələsin bura? Ya burada baxmaq mı? Oradan güldə. Helal, geçsin. Ha bura. Ha? Ya, daha gəlir də də. Bir də niyə? Hadi, bak burada mənim maşınımdır. 6-7 saat suyun içində qalıb ne olub ki maşınım. Ural nə hot qaçdı. Onları həll eləyəcəm mən. Qalava istirahətə gelirik, istirahətə. İyi.